Arada insan əsəbləşməlidir ki, bir öyrənsin, görsün ki, Gördüm ki, nevroloq var burada. verir başlayır. Arada insan əsəbləşməlidir ki, əmin olsun ki, əsəb sistemi işləyir yoxsa işləmir. Sevinç xanım, qohum-əqrəba tərəfindən çox narahat olunursunuz. Peşman da kimsə bir qohumunda həkim ola. O saat başva dönüm, qadan alım, bizi biraz qabağa sal. Qohum-əqrəba sizin həyatınızda necə rol oynayır? Belə də olmalıdır. Qohumda həkim varsa, əlbəttə ona müraciət eləmək lazımdır. Qudanız var sizə. Bəli, var. Mahnıda deyildiyi kimi evinizin bəzəyidir, yoxsa? Mənim qudam, mənim xəstəm olub, ağır insult xəstəm olub və ondan sonra mən o ailə ilə tanış olmuşam və həqiqətən də razıyam. Sən evimizin bəzəyisən, ay qud. Quda neynəməlidir ki, sizin evinizin bəzəyi olsun yəni? Deyirsiniz, qudam mənim pasiyentim olub da. Hansı problemlə müraciət eləmişdi qudanız sizə? Xəstəni təcili yardımla reanimasiya şöbəsinə ağır vəziyyətdə gətirmişdilər, işemik insult diaqnozu ilə. Xəstəm sağaldı. Sağalandan sonra da gördüm ki, yəni mənim ailəmə uyğun bir ailədir və qərarlaşdım ki, mən onlarla quda olmalıyam. Sevinç xanım, yəni kişi olaraq quda idi, yoxsa qadın quda? Kişi, bəli, kişi. Pasiyentin sonradan qudaya çevrilməyə 2 qat bayramdır yəqin ki. Mənə öz adımı demir, doktor deyir. Bilirəm ki, bugün Azərbaycan cəmiyyəti stressdən əziyyət çəkir. Birinci səbəb kimi mən onu görürəm ki, insanlar son vaxtlar heç mütaliə də eləmirlər. Çünki biz bədii ədəbiyyatda yaşayan obrazların həyatını özümüzə nümunə götürərək xoşbəxt yaşayırdıq. Bugün vəziyyət başqadır, insanlar heç nə oxumurlar deyə. Elə bilirlər ki, qarşılaşdıqları hansısa bir problem tək bunların başına gəlib. İlk bunlar yaşayırlar o problemi. Famil bəy, əslində stress çox böyük bir prosesdir və beyində geri dönməz hətta proseslər əmələ gətirir. Müxtəlif mediatorlar ifraz olunur. Əsasən 3 bölgədə pozğunluq əmələ gəlir. Bura bir hipokamp aiddir, yaddaş pozğunluğu. İkinci bizim emosiyalarımızı idarə edilən amigdala deyilir. Həmin o strukturun pozulması və ön beyin yarımkürəsində prefrontal korteks deyilən bir nahiyyə var. Və bu uzun müddət davam etdikdə həmin o strukturlarda kiçilmə, atrofiya, yəni büzüşmə, beyin quruluğu əmələ gəlir və belə adamlarda əsəbilik, yaddaş pozğunluğu, davranış pozğunluğu, professional yaddaşın pozğunluğu əmələ gəlir. Sevinç xanım, sizin bürcünüz nədir? Balıq bürcündənəm. Balıq bürcü ümumiyyətlə, tutalım, oğlaq bürcündən necə fərqlənir ki? Nədir onun dərdi? Balıq bürcündən olan insanlar bir qədər emosional olurlar, həssas olurlar. Yaxşı həkim insanı yaxşı başa düşməlidir. Limbik sistem deyilən bir sistem var. Bu beynin emosional hissəsi adlanır. Yəni bu bizim emosiyalarımızı, davranış, motivasiyaları idarə eləyir. Sistemin sayəsində emosiyalarımızı bildirə bilirik və bu belə olur. Yəni emosiya, xatırlama və davranış. Peşman olan insan, yəni peşmanlığın özü belə çatışmazlıqdır insandır. Bizə çox xəstələr müraciət eləyir. Əlbəttə nevroloqa əsəb pozğunluğuna müraciət eləyirlər və xəstənin anamnezini toplayanda bilirsən ki, kiməsə görə, nəyəsə görə, hər hansı bir hadisəyə görə əsəbləşib. Emosiyaları saxlamamaq və həmin adam ondan üzr istəyə bilər, üstündən keçə bilər, heç bağışlamaya bilər və bu hər bir insanın dediyim kimi o limbik sistemdə, yaddaşında xatırlayır. Sevinç xanım, mənim çox yaxın bir dostum mənə söhbət əsnasında həmişə deyir ki, sənin başın çatmır əslində, sadəcə olaraq sən ağıllını oynayırsan. Birinci əlamət nə ola bilər ki, mən özümə ələ verim? Mən qısa müddətdir ki, sizi tanıyıram və sizi həqiqətən ağıllı bir insan kimi qəbul edirəm. Biz gün ərzində çox pasiyent görürük və pasiyenti yaxının kimi, bacın kimi, qardaşın kimi, yaxın adamın kimi hiss eləməsən, ona düzgün yanaşa bilməzsən, onu düzgün müalicə eləyə bilməzsən. Hər zaman devizim belə olub və xəstə gedib sağalır, xəstə gətirir. Mənə görə stres insanı idarə edir. Stresə düşəndə insanın ağlı da başından çıxır, yaddaşı da, hər şey. Yəni bugünə qədər ona olunan yaxşılıqlar da, pisliklər də bir anlıq öz yerini dəyişir və insan o stresin haqqını verməyə başlayır. Stres nəyi tələb edirsə, onları eləməlidir. Sübut olunub ki, stres onkoloji xəstəliklərin əmələ gəlməsində iştirak edir. İşlədiyiniz klinikada bir oftalmoloq xanım var, Leyla Kazımova. Mən divarlarda onun çəkdiyi əsərlərə baxıram. Oftalmologiya, göz, rənglər, palitra. Görün necə ardıcıllığı düzə bilib. Həkimlərin hər birində biraz bədii tip olmalıdır. Şeirzad yazarsınız xəbərci. Yox, şeir yazmıram. Nevroloqların işi çox çətindir. Biz insanların həyatını, onların əzablarını, onların çəkdiyi stresi nə qədər olmasa, nə qədər laqeyd bir insan olsa, əgər o xəstənin yaşadığını sən özün hiss eləməsən, sən onu düzgün müalicə eləyə bilmirsən, düzdürmü?
Əgər saflığınızı 100 ballı şkala üzrə ölçsək, yəni hansı rəqəmdəsiz? Təmiz qəlbli bir insandırsa, mənə elə gəlir ki, əlbəttə ona yüksək qiymət vermək olar. Dolay yolla Sevinç xanım izahım verdi ki, mən 70-dən yuxarıdayam. Saf bəndələrdə idik. Görüşərik.